Çoxsaylı istekləri nəzərə alaraq dietik reseptlər bölüşməyə davam edirəm. Gördüyünüz bu dürüm həm sağlıqlı, həm çox doyurucu olur. Gəlin başlayaq hazırlamağa. Bir qab götürüb içərisinə kabaçki, kök, holland pendiri, yumurta, duz istiot və bir xörək qaşığı yulaf unu əlavə edirik. Bişirəcəyimiz formaya yağlı kağız sərib, üzərinə əlavə edib hamar şəkildə yayırıq. Daha sonra sevdiyiniz toxumlardan əlavə edə bilərsiniz. 200 dərəcəli isidilmiş sobada üzü qızarana qədər bişiririk. Daha sonra tərs üzünə çevirib, içərisinə qretski yoğurt, göyərtilərdən və xiyar pomidor əlavə edib, dürümümüzü bükürük. Həm sağlıqlı, həm doyurucu, həm çox ləzzətli olur. Buyurun siz də hazırlayın. Hazırlayıb yeyən hər kəsə nuş olsun. Videonu bəyənib rəy yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm.